Adam var saatları TikTokda keçir də boş-boş. Bir var məsələn bir xəbəri bilirsən, öyrənirsən, ondan işim yoxdur. Bir boş-boş elə evdə, filan yerdə oturub söhbət də edirsən, elə əlində telefon düşmür. Belə oyunla oynamaq. Əslində oyunla oynamır, oyun bunu oynadır. Oyun bunun vaxtını alıb. Həsr edib özünü ona. Böyle ömrümüz ay eləmə. Hələ qədirdə aldığımız dərs bu ola hələ ki. Əmirül-Möminin nə gözəl buyurur, deyir, ömrüvü sizə qalmayan işlərə, şeylərə hədər eləməyin, xərcləməyin. Ömrün ki, ora xərclisənə, oradan sənə bir şey qalmayacaq, ora xərcləmə, heyf eləmə. Özümə hesab kitab ver, mənim qardaşım, mənim bacım. Bu gedirəm falan yerə, bu mənə qalacaq, qalmayacaq. Falan kəsə vaxtlarım, mənə qalacaq, qalmayacaq. Amma bura qədər biraz məyus oldun. Şansın var ki, bu gecədən başlayasan, məsələ budur. Şans var. Elə yaşayarsan ki, o boşa gedən ömrünün yeri dolar. Mümkündür, mümkündür. Nə deyir məsum? Görün, nə qəşəng deyir. Deyir, bəqiyyəti ömrül mümin la qiymətə ləha. İmanlı insanın qalan ömrünün qiyməti heç nə ilə ölçülməz. Qalan ömrünün qiyməti. Nə qədər ömrümüz qalıb, bilirsən? Bilmirəm, mən də bilmirəm, sən də bilmirsən. 10 il, 5 il, 20 il, 30 il. Nə qədər ömrümüz qalıb bilmirik ki, hə? Buyurur ki, o qalan ömür var ha, o heç nə ilə qiyməti ölçülə bilməz. İman gətirdinsə. Hətta davamında görün nədir? Yudrik bihə maqad fatə. Qalan ömrünlə keçmişdə etdiyin bütün boşluqları doldura bilərsən. Hara ucala bilərdinsə, indi ucala bilərsən, narahat olma. Yetər ki, qənimət bil. Yetər ki, qənimət biləcəksən. Zaman azdır.